Azərbaycanda uzun müddət yaşa görə pensiyaya çıxmaq istəyən vətəndaşlara xüsusi güzəşt tətbiq olunurdu. Belə ki, 2006-cı ilə qədər olan dövrə görə 2005 il sosial sığorta stajı hədiyyə edilirdi. Lakin hazırda bu mexanizm tədricən dəyişdirilir. Mütəxəssislərin fikrincə, dəyişikliklər birdən-birə deyil, mərhələli şəkildə həyata keçiriləcək. Oxu24.com xəbər verir ki, indiyədək qüvvədə olan qaydalara əsasən fərdi hesabında 2006-2018-ci illər dövrü üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə avtomatik olaraq 25 il sosial sığorta stajı hesablanırdı. Bu isə real əmək fəaliyyəti olmadan minimum pensiya hüququnun əldə edilməsinə imkan yaradırdı. Yeni dəyişikliklərə əsasən bu güzəşt mərhələli şəkildə azaldılacaq. Belə ki, 2026-cı ildə vətəndaşlara 25 il deyil, 24 il, 2027-ci ildə 23 il, 2028-ci ildə isə 22 il sosial sığorta stajı hesablanacaq. Tələb olunan 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsin real əmək fəaliyyəti hesabına tamamlanmalıdır. Qeyd edək ki, məsələ ilə bağlı ARB Xəbər televiziya kanalında xüsusi süjet yayımlanıb. Daha ətraflı məlumat üçün Xəbər bürosunu izləməyi unutmayın. Kanalımıza abunə olun, fikirlərinizi şərhlərdə bölüşün.